Bu videoda sənə elə bir şey verəcəyəm ki, bugünkü gün heç qardaş-qardaşa bunu etmir. İl ərzində cəmisi 13 dəfə olan yeni ay günüdür 19 Mart. Resetlənmə enerjisi verir, yəni yenilənmə. Dünən belə bir video paylaşdım. Süni intellektin köməyi ilə xəbər saytlarını analiz edən xəbər aqreqatoru yaratdıq. Baku Life adında bu professional veb saytımızı biz 10 dəqiqə ərzində yaratdıq. Sadəcə süni intellektimizə Telegramda səsli mesaj göndərməklə. Bu qurmuş olduğumuz süni intellekt ofisi və süni zəka əməkdaşlarımız Telegramda ona verdiyimiz səsli mesajlarla istənilən layihəni qururlar. Məsələ burasındadır ki, bizim 2014-16-cı illər ərzində mybaku.az adı altında xəbər portalımız olubdu. Bu isə web arxiv servisidir, keçmişdə mövcud olan saytların görüntülərini göstərir. Bu gecə isə bir daha xatırladıram, yeni ayın yenilənmə enerjisini daxil etdiyi gecə idi. Və astroloji kartama baxanda bugün yeni aydır və bu ay mənim anadan olduğum pozisiyadakı ayla çox-çox qəribə bir əlaqədədir. Uzun sözün qısası, yəni ki dostlar, bu layihə nümunəlikdən çıxdı, real productiona yönlənən artıq layihəyə çevrilir. Bütün xəbər saytlarından ən populyar xəbərləri toplayacaq, qısa məlumat verəcək və daha ətraflı oxumaq istəyikdə klik edib həmin xəbər saytına keçəcəyik. Domen registrator üzərində görürük ki, bakulife.az domeni boşdur. Lakin fikrimcə bunun biraz daha brendləşməyə ehtiyacı var. Və düşünürəm ki, bu baku.live olsa, bu artıq başqa bir səviyyədir. Baku.live axtarışa veririk. Baxırıq ki, baku.live domeni boşdur. 39 dollara bu dəqiqə bunu ala bilərik. Gördüyünüz kimi premium domendir. Mənim astroloji kartama da çox təsir göstərən yeni ay Bakı vaxtı ilə saat 05:23 19 Martda olacaq. Və budur. Gördüyünüz kimi saat 5:23-dür 19 Mart və biz ödənişi edirik. Tam-tamına bu dəqiqədə alırıq. Thank you for your purchase. Hekayə başlayır. Baku.live bizim sahib olduğumuz domenlər sırasına daxil oldu və premium kateqoriyadır. Yəni növbəti günlər ərzində sən şahid olacaqsan necə minimal büdcə ilə səsli mesajlarla süni intellektlə böyük bir layihə yaradacağıq. Səndən tək istəyim bu videonu bəyənməyin, şərh yazmağın və paylaşmağındır. Vəssalam.